Ayətullah Xamneyi öldü deyə İranda 40 günlük yas olsa da, İranın müxtəlif şəhərlərində məhz atəşfəşanlıq və sevinç rəqsləri ortalığa bürüdü. Amma məsələ burasındadır ki, həmin videoların içərisində məhz eyni halın Erdoğanla bağlı olacağı olsa, bizim verəcəyimiz reaksiya kimisindən paylaşımlar edildi. Valla mən bir Azərbaycanlı olaraq bunu qəbul edirəm ki, Erdoğan Türkiyənin son dönəmlərdə başına gəlmiş ən böyük mükafat. Həqiqətən. Yəni hətta Atatürklə belə müqayisə edəndə indi hansısa bir dırnaqarası CHP-lilər gəlib ağıl verməsin. Çünki Atatürklə Erdoğan müqayisə oluna bilməz. Ona görə yox ki, Atatürk güclüdür, Erdoğan zəifdir, yaxud da ki, Erdoğan güclüdür, Atatürk zəifdir. Sadəcə olaraq ayrı dövr, ayrı insanlar, ayrı siyasət, ayrı gedişat idi. Amma gəlin bugün Türkiyənin dünya, xüsusilə Türk dünyası içərisində ən güclü ölkə olması və dünya liderlərinin Erdoğana xüsusi bir simpatiyasının olması ki, yəni adam Trump'ın belə danışığı zamanı, yəni auditoriyanı tərk edib gedən rahatlıqdadır. Yəni Səudiyyə şahzadəsinə toxunmaq qadağandır, amma adam gəlib ona toxunan adamdır. Yəni o dərəcədə tamamilə özgür və baxımsız, bağımsız Türkiyə anlayışını dünyaya göstərdi. Və bugün bu adamın sayəsində Türkiyə dünya ölkələri sırasına girir, ancaq hansısa özünü tanımayanlar Erdoğanla bağlı bu şəkil fikirlər paylaşır. Deyə söz tapa bilmirəm, həqiqətən gülməli gəlir mənə. Siz elə bilirsiniz ki, Erdoğan olmasa bu ölkə dağılacaq? Yox. Ağıllı adam özündən sonra siyasətin hansı istiqamətdə gedəcəyini də müəyyən edir. Bu bir. İkincisi də ki, Allah Erdoğana zaval verməsin ki, sizin kimlər ortalığa düşüb rəqs eləmək deyil, bambıllıq eləyə.